Baxırıq növbəti suala, 10-cu sual. Tənliyinin kökləri 2a minus b və 2a plus b olarsa, a plus b cəminin kiçik qiymətini soruşur. Bu tip suallarda Viet teoremini yazmalıyıq, yəni yadımıza salmalıyıq. Verilmiş tənliyin kökləri cəmi əks işarə ilə ikinci ədin əmsalı, yəni 4a plus b minus 5. Bizim köklərimiz də 2a minus b və 2a plus b'dir. Bunları toplayırıq. Bərabər edirik 4a üstəgəl b minus 5'i. 2a, 2a, 4a. Buradakı 4a ilə islah gedir. Bunlar da getdi. B minus 5 bərabərdir 0'a. B də bərabərdir 5'e. Köklər hasili isə, yəni x1 vur x2 isə sərbəst həddə b kvadratı minus 14'e bərabərdir. Köklərdən biri 2a minus b, digər kök 2a plus b bərabərdir. B də 5'dir. 5'in kvadratı 25 minus 14. 4a kvadratı minus b kvadratı bərabərdir 25'dən 14 çıxanda verir bizə 11. B də 15'dir. 4a kvadratı minus 25 11'e bərabərdir. 4a kvadratı 36. A kvadratı plus minus 3. Daha doğrusu a kvadratı bərabərdir 9'a. A bərabərdir plus minus 3. Bizdən a plus b cəminin kiçik qiymətini soruşur. A'ya müsbət 3 verəndə b 5 olarsa köklər cəmi 8'dir. A'ya mənfi 3 versəm b 5 olarsa köklər cəmi müsbət 2. Düzgün cavab A variantı.